Salam, hər vaxtınız xeyir. Namazov 8-ci sinif mütənasib parçalar səhifə 192-ci sualların izahını verəcəm. Başlayaq birinci sualdan. Birinci sualda görək bizə nə deyir? Deyir ki, ABC üçbucağında bunlar mediandır. Gəlin medianın xassəsini xatırlayaq. Median nədir? Burada A-yə. Median nədir? Tərəfi yarıya bölür. Tərəflərimizi yarıya böldük. Bu da başqa bir mediandır. Biz bilirik ki, üçbucaqda medianlar kəsişir. Kəsişmə nöqtəsində 2-nin 1 nisbətində bölünürlər. Hamısı. Təpədən başlayaraq 2-nin 1 nisbətində bölünürlər. Təpə haradır? Tutaq ki, bu düz xəttə mediana görə baxsaq, deməli A, B, C. Təpədən başlayaraq. Yəni, təpədəki olan hissəyə 2K, aşağıdakı hissəyə də K deyərəm. Burada bax, yenə təpədən başlayaraq, bura 2M deyərəm. Burada M. 2-nin 1 nisbəti var. 2, 1. Burada yenə bax, təpə C-dir. 2M, aşağı da yazıram M. Aydındır, 2-nin 1 nisbətində bölünürlər. İndi getdik. Deyir ki, ABCD üçbucağında A-dır. B-dir, C-dir, B-dir və A-Y tən bölənlərdir. Tən bölənlər bir daha deyirik. Tən bölənlər kəsişir. Kəsişmə nöqtəsində təpədən başlayaraq 2-nin 1 nisbətində bölünür. Gəlin baxaq. Medianın uzunluqları uyğun olaraq 12 cm, 18 cm olsa AO üstəgəl B10-u tap. Bax, təpədən başlayaraq 2-nin 1 nisbətində bölünür. 2K, burada K. Burada deyirəm 2M. Burada deyirəm M. İndi AY-nin uzunluğu uyğun olaraq deyəndə, yəni birinci AY gəlsə, demək burada AY-dir. AY-miz 2K, K. Ümumi uzunluğu 3K eləyirmi? 3K bərabərdir 18-ə, K bərabərdir 6-ya. Deməli, onda belə çıxır ki, bura 12-dir, burada 6-dır. AO. AO-muzu tapdıq 12. AO bərabərdir 2K, o da bərabərdir 12-yə. Bu. BO-da da BD də deyir 12 cm-dir. Bu da bax 2M, M, 3M. 3M bərabərdir nəyə? 12 cm-ə. Buradan M bərabərdir 4-ə. 4-dürsə, onda bura olacaq 8, bura olacaq 4. 2-nin 1 nisbətdə 2-yə vururuq. BO hissəmiz də olacaq 2M, o da bərabərdir 8-ə. Bunların cəmi istəyir, cavab edir 20. Yaxşı, gəldi ikinci suala. İkinci sual deyəsən bu tipdədir. Yenə, bax, sualı yazdıqca qaydaları təkrarlayacağım ki, artıq beyninizə həkk olsun. A-Y, bu da D. Düz üçbucaqda, yəni ixtiyari üçbucaqda medianlar kəsişir. Kəsişmə nöqtəsində 2-nin 1 nisbətində bölünür. O nöqtəsində kəsişir. İndi ikinci məsələ AO üstəgəl BO. Bax, AO görsən təpədən başlayaraq. Bura 2K, bura K deyərəm. Bura 2M, burada M deyərəm. AO üstəgəl BO 15-dir. Yəni 2K üstəgəl 2M bərabərdir 15. Hələ hesab eləmirəm. AY üstəgəl B-dir. AY nədir? Bütün uzunluq. Bax, bütün uzunluq 2K, K. Nə edir? 3K üzərinə gəlirik B-dir. B-dir də görürsünüz, budur. Bu da 3M bərabərdir sual. Burada K üstəgəl M-i taparam. K üstəgəl M. 2-ni ortaq vuruq çıxardırıq. 15-i 2-yə bölürük. Bu şəkildə saxlayırıq. Bu da bərabər. 3 ortaq çıxardaram. Olacaq belə. K üzərinə gəlirik. M. K üzərinə gəl. M-i də qəbul edəcəyik. 3 vurulsun 15 böl 2. O da eləyir 45-i 2-yə bölsək 2, 2, 5. 22,5. Hesab səhvi olmazsa cavab belə eləyir. Yaxşı. O, B, o. Davam edirik. Dəqiqə səhvən dəyişim. Üçüncü sualla. Bu da yenə 12-ci sualda, daha doğrusu 12-ci şəkildən söhbət gedir. A, B, C, bu D, A, Y, O.
ABC üçbucağında BD və AY mediandır. Median xassəsini yeni yadımıza salırıq. Median tərəfi yarıya bölür. 2 median, ümumiyyətlə üçbucaq medianları kəşfəndə 3-cü median da ola bilər. Kəşfə 2-nin bir nisbətində bölünür. Təpədən başlayaraq 2-nin bir nisbətdə aşağı 2 yazsa səhv olacaq. Bura oldu 2K. Aşağı oldu K. Bura oldu 2M. Bura təpədə. Burada oldu M. İndi nə deyir? Median 19 AY. AY'miz ümumidə 3K çıx BD. BD'miz də bu ümumidir. Bu da 3M. Bərabərdə 9'a. K çıx M. Buradan alınırmı ki? 3 ortaq çıxardıq. 9 3'ə böləndə 3. 3. Nədir? OY çıx OD. OY'miz nədir? Bax K. OD'miz nədir? M. Deməli, K çıx M fərqini istəyir. Eləyir cavab 3. Bu qədər bəsit. 4-cü suala gəldikdə yenə ABC üçbucağında bu Y, bu D, bu da O. Geçən sualdır. 4-cü sual. Bu buraya yazdım ki, itməsin suallar. Yaxşı. Nə deyir bizə? Yenə BY və AY və BD median kəşfir kəşfə nöqtəsində 2'nin bir nisbətində bölünür. Bura 2K, bura K. Bax, təpədən başlayaraq ha. Bu da median oldu. BD də median olduğuna görə bura yazıram. 2 dəqiqə. Üzülürsən. Hə, bura yazıram 2M. Aha. Burada onda olacaq nə? M. Bax, bu hissədir M. Yaxşı. 5-in 4-cü sual. 12 kəşə. AO. AO'muz nədir? 2K. Üzərinə gəlirik. BO. BO'muz da 2M. Bərabərdir 18'ə. K üzərinə gəl M. Bərabərdir 9'a. 4. AY. AY'miz nədir? 3K. Üstə gəl. 4. BD. BD'miz də nədir? 3M. 2M, 3M. 3M sual. Burada 3'ü çıxardaram. Qalar K üzərinə gəl M. Yuxarıdakı şərtə görə K üstə gəl M 9 tapmışıq. 27. 9'u 3'ə vursaq. Yaxşı. 5-ci suala baxaq. Bir dəqiqə. Bu şəkildə bir balaca görün. Burada nə var? 12-ci şəkildə yeni söhbət gedir. 5-ci sual. Deməli A, B, C. AY, B, D. Kəşfir, medianlar kəşfir, kəşfə nöqtəsində 2'nin bir nisbətində bölünür. Təpədən başlayaraq. Yaxşı, 5-ci sualda BD medianı. De burada. BD medianı 15'dir. BD medianı nə görür? 3M. 3M bərabərdir 15'ə. M bərabərdir 5'ə. Deməli, AY'də bu bütövüdür. 3K. 3K bərabərdir 18'ə. K bərabərdir 6'ya. K bərabər 6'ya. AB 16 olarsa, bura 16. AOB üçbucağın perimetri. AOB üçbucağın perimetri, baxın. AOB üçbucağımız bu deyilmi? Aha, perimetrinin tərəflərin cəmi. Tərəflərimizi nə görür? 16, üstə gəl 2K, üstə gəl 2M. K'nı M yerinə qoysaq, olar belə. 16, üstə gəl, K 6'dır, 12, M 5'dir, 10. Bunları toplasaq, deməli, 28, 38. Hələ ki bu qədər. İzləmədə qalın, davamını çəkib paylaşacağım. Bəyənib paylaşmağı unutmuruq.